Dostlar, mənim elə seminarın mövzusu olan bu məsələdir. Əsasən mənim baxdığım, vəziyyətə baxdığım bu günləri 2025-dir. Mənim öz baxımımdan, mənim özümün tarix qoymağımda, mənim özümün tarixşünaslığımda və tarix Azərbaycan Milli Hərəkatında mən 20 yanvardan görürəm, yəni meydan hərəkatından görürəm Güney Azərbaycanın indiki dalğasını. Ondan qabaq var idi, o ayrı məsələ. Mənim nəzərim bu günləri gördüyümüz, yəni bu 35 ildə tam bambaşqa bir şeylə, yəni İran-İraq müharibəsinin sonrasından və Kuzey Azərbaycanın müstəqil olması ilə başlanan bir hərəkətdir ki, ondan qabaqçına dəxli də var, dəxli də yoxdur, mənim işim yoxdur onda. Bu günləri 35 il bundan 35 il təcrübəmiz vardı. Necə ki, məsələn, Quran ya məsələn manifest bir zaman bir kitabıdır. Bu günləri bir kitabdır, bir də Quranın 1400 arxasında təcrübə var və manifest Komünist Partiyasının manifestində də 1848-dən bir yana olan təcrübə var. Yəni də bu gün olar bir kitab deyiləm. Bizim hərəkətində bu günləri bir dənə başlanış deyil, bir dənə start deyil. 35 ildə təcrübə vardı. İndi onu oxumağa bacarmalıyıq ki, onu oxuyaq, ondan nə nəticə çıxardaq. Birinci məsələ bu dövlət yaranmaq məsələsidir. Çünki o vaxt ki, bu dövlət, dediyim bu 35 ildən qabaq ki, olan hadisədə, startda, o boyda Sovyet Birliyi dağılmışdı və o balaca Azərbaycan o Sovyetlə müqayisədə cəmi oranın 3% əhalisini təşkil edən bir dənə respublika 3-cü dəfə həyata gəliydi, yaranmışdı və bizlərdə də kimilərində, bir çoxlarında bu ümid yaranmışdı ki, inşallah Teala o boyda Sovyet dağıldı, o balacalıq Azərbaycan ayrıldı, Sovyetdən balaca olan İran da eləyə bilər dağıla və o respublikadan da böyük olan Azərbaycan eləyə bilər ayrıla. Yəni ayrılan. Bu günləri 35 il keçib və biz biliyoruz ki, bu ümidin taleyindən biz xəbərimiz var. Deməli, biz 35 ildən qabaq kimi danışmağa haqqımız yoxdur. Məsələ dövlətlərin yaranmağı, müstəqil dövlətlərin yaranmağına mən bir göz salmışam elə bu. Maraqlıdır ki, 193 BMT-nin ölkəsi, üyəsi ölkələr vardı. Bir sıra ölkələrdə heç vaxt ondan dediyim tərifə daxil deyirlər. 210 ölkə hansısa müstəmləkəçilik dövrü ilə, kolonializm dövrü ilə bağlıdır. Yəni, məsələn, Birləşmiş Krallıq İmperiyasından 89 onun dağılmasından 89 büyünlərin BMT-nin üzvü olan ölkə doğubdur. Və qalanını mən orada saymışam. Say çoxdur. Məsələn, İsveçya, Danimarka bu siyahıya daxil deyir. Onlar imperiya daxili deyirlər və müstəqil dövlət kimin neçə yüzyılda vardılar. Heç olmasa, məsələn, Vestfaldan bir yana, 1848-dən bir yana bir çox Avropada müstəqil dövlətlər var, vardılar. Ancaq niyə say çox gəlir? Ona görə ki, bunların bəziləri iki imperiyanın nəticəsidir. Əvvəl Osmanlıdan çıxıb, keçib, məsələn, Fransanın və ya Britaniyanın, Birləşmiş Krallıq İmperiyasının tərkibinə sonra müstəqil olub. Yəni, bu rəqəm oradan çox gəlir. Bundan mən bu nəticəni almaq istəyirəm ki, bu dövlət düzəltmə, əslində bu kolonial sistem bir növ inkubatordur, cüzə çəkmək maşınıdır. İnkubator kim eləməlidir? Yəni, həmçinin dövlət düzəldəsən, bir növ biləxəri yolun ondan düşməlidir. Müstəsna hallar çoxdur, dediyim kimi, məsələn, Skandinaviya ölkələri, Finlandiya xaric, Finlandiya Rus İmperiyasındadır. Rus İmperiya 17-dəndir. 15 dənə büyünləri o respublikalardır. Finlandiyanın Polşada ora daxildir, ya Polonyaya, Lehistan ora daxildir. Və yəni bir növ bu məsələ ilə bağlıdır. Deməli, bundan nəticə daha çox istəməyəm, bildüz nə demək istəyəm. Yəni, əyəm istəyirsiniz, dövlət düzəldərsiniz, o sabiqəni keçməyirsinizsə, işiniz biraz çətindir. Kolonial sabiqə ciddi surətdə rol oynayır. Eyni halda mənim nəzərim budur ki, yəni bu Quran ayəsi deyir. Dövlətlər də, böyük dövlətlər də parçalana bilər, onlardan dövlətlər çıxa bilər. 30 dənə ən çox etnik tərkibi olan dövlətin siyasını mən çıxartmışam. Ancaq bunların içində İran 24-cü yerdədir. 86 dil var, 10-15 etnik qrup. Bu yenə də tərif əsasında. Mümkün ibarəsində deyək ki, İranda 86 yox, məsələn 16 dil var, onu da deyə bilirlər. Və bundan bu nəticəni almazsan, baxmayaraq ki, biz kolonial sabiqəni keçirməmişik, ancaq hər halda İran bu cür vəziyyətdədir. Və o 23 ölkə ki, İrandan qabaqdadır, onların hamısından İranın bölünmək, parçalanmaq riski, ya şansı daha çoxdur. Müəyyən səbəblərdən, ona görə ki, idarə edə bilməklər. Yəni, təsəvvür edin, $1 bu neft gəliri olmayan Qacar 150 il hakimiyyətdə idi, neçə 10 illiklərlə də Rus İmperiyasından savaşdı.
Büyünə kimin, yəni iki şah vardı Pəhləvidə, ikisi 3 dəfə qaçıbdı. Sonra müharibə də eləyənmədilər. Yəni bir saniyədə Rza Şahın ordusu Rusların ya İngilislərin qabağında dura bilmədi və s. bilirsiniz. Yəni idarə səriştəsizlik olubdu bu 100 ildə. Elə istər İslam dövründə, istər Pəhləvi dövrü. Ona görə bir İran bölünmə şansı vardı. Hətta o kolonial sabiqə olmasa da. Vəli bunu da biləxərə, bunu deyəcəyəm. Bu məsələ, Mümtəha bu biliş deməlidir. Bu ona bənzəyir ki, bir dənə məsələn, bir məktəb uşağı, bu bir dənə lotereya alıbdı. Məsələn, mümkündür onun hesabına bir 10 milyon dolar pul çıxar, 1 milyon dolar pul çıxar. Çıxa da bilər, çıxmaya da bilər. Eyni halda o uşağa maşın da basa bilər, ölə bilər. Yəni, bu nə o maşın basmaq ehtimalından, ya qəzaya düşüb ölmək ehtimalından, nə də 10 milyon utmaq ehtimali. Heç biri bunun həyatına bir təsir qoymalıdır, bu günləri. Böyle dərsini oxumalıdır da. Çünki o da bir müstəsna haldır, maşın altında qalıb ölmək. Eyni halda 1 milyon dolar tutmaq loteriyadan da müstəsna haldır. Bu uşaq həmin işi görməlidir, dərsini oxumalıdır. O da ola bilər, bu da ola bilər. Ayrı məsələ. İrana da mən bunu gətirmək istəyirəm ki, bu gün bizim özümüzə də bu bir dənə force major haldır. Qeyri-adi bir dənə haldır. Bu qeyri-adi vəziyyət ola bilər. Zəlzələ kimi. Zəlzələni sən qabağında işləyənməzsən, ola bilər, hər dəqiqə ola bilər. Onun qabağında nə onun vaxtını tezləşdirə bilərsən, nə gücün azaldıb çoxalda bilərsən və əsasən bilə bilməzsən ki, buna vaxt olacaq. Və nə edə bilərsən? Yeganə bir iş görürsən ki, tədarikin olsun da öz binaları o yaxşı düzəldəsən. İranın da mordunda məsələ budur ki, biz fəqət bunu eləyə bilirik. Bu ki, bu ehtimal vardı, bu bizə heç nə demir. Bu ki, ehtimal var İran dövlətinin bölünməyinə. Bizə heç nə demir. Bizim vəzifəmiz həmindir ki, var o uşaq kimi ki, bu dərsini oxumalıdır. O hər şey ola bilər. Qalan şey o qalıb indi gözə görünməzə. Bu 13 dənə misaldır, 13 dənə etnik qrupdur. Bunlar çalışıblar, bağımsız dövlət düzəltsinlər, uğur qazanmayıblar. Bəziləri çox böyük itkilərlə, məsələn Kürdlər, fəqət o infal şeydə, İraqda baş veribdir, o infal hərəkəti, onda 50-180 arasında bunlar itki veriblər. Türkiyəni bəzən elə bilir ki, məsələn 40 min nəfər çoxdur. Bəli, orada məsələn İraqda bunlar çoxlu itkilər veriblər. Bu siyahılarda da görürsünüz, bəziləri çox, məsələn bəziləri çox az, məsələn Katalanlar çox az, məsələn belə gözə gəlməyəz bir dərəcədə. Bəziləri çox, bəziləri heç rəqəm yoxdur, məsələn Qərbi Səhrada. O üçün bunu bilmiyor. Hər halda bunlar çalışıblar. Qarabağ məsələsi bizim üçün tanışdır, eləyənmədilər. Ondan sonra, ya məsələn, Sri Lanka, Tamillər məsələsi, alan bu günlərdəki bu Kürd məsələsi, çözüm Pekko məsələsi, o Tamillər təcrübəsi çox mühüm məsələdir. Bilirsiniz, bunları mühasirəyə aldılar, Məməyyəndən Pəpəyyənə bir nəfər buraxmadılar. Axır nədən də səliqə ilə axıra kimi çıxdılar və bu məsələ bitdi bu şeydə. Bu məsələ, bu vahid dövlətlərin bölünməsi, mən bunu bu sözə işarələdim ki, ondan xarici dövlətin, yəni bu kolonial sabiqə və eyzən xarici böyük güclərin müdaxiləsi, məsələn İraq kimi bu Kürdlərin adında daha önəmlidir. Nəinki onların daxildə bunların milli azadlıq mücadiləsi, o da önəmlidir. Bəli, o xarici müdaxilə çox mühümdür. Məsələn, siz baxın, Çeçenlər az mübarizə eləməyiblər. O siyahıda vardı ya, Tamilləri mən dedim, ya Kürdləri mən dedim. Bəli, dövlət olmayıblar. Bir dənə bu force majorun tərifidir ki, o şeylərdir ki, buna vaxt aparmaq istəməyəm. Əlbəttə, mən məqaləm bütövlüyü ilə müfəssəl məqalədir, tribunda çıxacaq. Bu force majorun müşəxəs özəllikləridir ki, ona qarşı vaxtın bilmək olmayı, kontrol eləmək olmayı, geri dönmək və yalnız və yalnız hazırlıq eləmək olar. Bu günləri biz ahardiyok söhbəti, bu bizim üçün önəmlidir. Birinci budur ki, biz 100 il bundan qabaq Türk etnik qrupu İranda dövlətçiliyi əldən veribdir. Ancaq o aləmi təvəhhümdə, o necə ki adamın qolu gedər, o fantom ağrısı qalar, o kəsilmiş qolu məsələn qaşınar ya ağrıyar. İndi bizim də o kəsilib gedibdir, o dövlətçiliyimiz gedibdir. O fantom təvəhhüm qalıbdır bizim zehnimizdəki. Yəni özümüzü utuzmuş olaraq, dövlətdə hakim olmayaraq, özümüzü dövlət biliyoruz. Bizə qarşı bir dənə iddia gedibdir, İranda tezis gedibdir ki, Türklərlə ərəblər bacarmazlar da, indi onu müxtəlif formatlarda bunu bizə deyiblər. Halbuki bu günləri bu iddia olubdur. Yəni bizim dövrəmizdə iki dənə Türk dövləti var, Türkiyə-Azərbaycan Cumhuriyyəti. En qədər də ərəb dövləti vardı. Hamısının vəziyyəti İrandan yaxşıdır. Belə pislərinin də vəziyyəti İrandan yaxşıdır. Ona görə bu ki, Türk bacarmaz, ərəb bacarmaz, bu tezisə bizə qarşı yaparlar, iptala uğrayıbdır.
Keçmişdə ki bizim Türk imperatorluq var idi. 3 milyon yarım bir tərəfdə Səfəvilər ən böyük halında, 5 milyon yarım kvadrat kilometr Osmanlı ən böyük halında. İndi o 9 milyon yerinə bu qədər 1 milyonun altında olan 2 dənə Türk dövləti var da, Səfəvinin yerinə Azərbaycan Cumhuriyyətidir, Osmanlının yerinə də Türkiyə Cumhuriyyətidir. Bu gün o yer deyək. Yəni bunun bizə konsekvensi vardı, bir nəticəsi vardı. Və bizim özümüzün bu 35 ilin ərzində öz haqların dilə gətirmək istəyən, yəni ondan qabaq ki, bu 100 ilin 65 il assimilyasından sonra işarə edeyim ki, 35 ildən qabaq öz kimliyinə dayanan bir milli hərəkət başlayıbdır, milli həssasiyyət başlayıbdır. Bu İranda rejimə qarşı ilk baxışda perspektivli görünən ayaqlanmalar nəticəyə varmayıblar. Önəmlisi olan 2 dənəsi həm bu 2009-dakı yaşıl hərəkat nəticə vermədi, istənilən nəticəni, yəni rejimin çökməsini və həm qadın yaşam azadlıq, o da görsən perspektivi var idi və nəticə vermədi. İranın mərkəzi qüvvələrində özlərinin durumundan yanlış oxşuşları ki var idi ki, bunlar eləyə bilərlər. Məsələn, Zorsan Universitetində yadınızdadır. Bunlar bizdən olmadan, Türklər olmadan bir dənə bir opozisyon gəlişdirmişlər, bir qrup düzəltmişlər, filanlamışlar. O qəziyyənin hakim olmamağı, o bizə bunların özlərinə təhdid yaradıb ki, ola deyirlər ki, inşallah eləyəcək, Türklər olmadan eləyəcək. Bir dənə vəkil təsviri qoymuşlar, Abdullah Möhtədini, bir dənə ora ki, bu elə bu qeyri-fars millətlərin nümayəndəsi budur, o vudu oyuncağı kimi, o alınmadı. Bunların özlərində bu dəqiqə hayal qırıqlığı demək biraz çox olar. Vəli hər halda tərdid yaranıb ki, olmayaq biz türkçülərsiz olmaz. Xüsusilə də ki, bu Zorsan Universitetində bunların bizə qarşı alternativ yaratmağının cavabı biz Məsud Pezeşkiyanın seçimlərində Azərbaycanlılar və İran türkləri bir siyasi blok kimi topyekun yığışıb bir dənə siyasi uğura imza atmaqları, indi fərqi yoxdur, Pezeşkiyan haqqında biz hər şey düşünə bilirik, ayrı məsələ. Vəli türklər, yəni Azərbaycan bölümü, türklərin yaşadığı bölgələr 5 dənə farsların əsas yaşadığı mərkəzi ustanlar kimi, vilayətlər kimi səs vermədilər. Onlarda Pezeşkiyan 40% gətirmişdi, bizdə 70 üzərində faiz səs gətirmişdi Pezeşkiyan. Bu eyni halda 2005-də olan seçkilərin təkrarı idi. Orada Möhsün Mehrəlizadə bütün İranda sonuncu idi. Türklər yaşayan bölgələrdə birinci idi. Orada da türklər qeyri-türklər kimi səs verməmişdilər. Bizi nə gözləyir? Bizim indi 3 dənə dövr qabağımızda vardı. Biri büyündən ta rejimin düşənə qədər olan hadisələr. Yəni büyündən ta rejimin çökməsini 45 il ömründən keçib. Çoxları bu 45 ildə deyiblər elə inşallah düşür 6 aydan sonra, 1 ildən sonra hələ ayaqdadır. Mümkündür bir nəsildə keçsə hələ ayaqdadır. Bu belə şeyin qanunu yoxdur. Bax, Əsədi gördünüz, hamı elə bilirdi ki, Əsəd ayaqdadır. Amma da gördün ki, bu gözəl bir gündə. Gözəl bir gündə görün Əsəd yoxdur. İndi o İranda da ola bilər. Yəni onu deyəndə bayaq dediyim o zəlzələ məsələsidir. Onu biz bilmirik. Həm İran bu rejimin düşməyi də qabaqcan demək olmaz nə vaxtdır. Eyni halda İranın çözülüb çözülməməyi də, yəni furufaşi olub olmaması da bir dövlət kimi. Əfqanistan görürsünüz. Əfqanistanda 50 ildir iç müharibədir. Hələ Əfqanistan bölünməyibdir. Elə kifayət qədər də bunun etnik qrupu var, filanı var. Kifayət qədər də belə səriştəsizliyi var, hər şey vardır. Keçid dövrü. O dövrdən sonra, yəni rejim düşəndən sonra bir keçid dövrü var. Anayasa yazılmağı, məclis qurulmağı, referendum olmağı filanı. O da bir dövrdür. Sonra da bizim bir yeni dövr gəlir ki, bu vəziyyətdə. Siyasi nəzəri müstəvidə və siyasi əməli müstəvidə. Hər ikisində də projelər rəqabəti gedir. Nəzəriyyə baxımından da. Yəni bu günləri hamı görürsünüz da, elə məsələn Amerikada, Washingtonda hərənin qoltuğuna bir dosya var İranlıların, hərəsinin bir layihəsi var, hərəsinin bir projesi var ki, bu rejimi salmağa, bundan sonra bir anayasa yazmağa filan vardır. Yəni rəqabət gedir bunun arasında. Bu barədə bu çox önəmlidir iki cəhətdən. Biri budur ki, gələcək rejimin konturlarını o çizib. Bir də ona görədir, əgər o proje ağlabatan olsa, indi onu deyəcəyəm niyə ağlabatan, yəni əhalinin ağlabatan olsa, ona görə o əhalinin ayaqlaşmasına kömək eləyə bilər. Yəni nə mənəm? Bu, siz baxıyorsunuz, məsələn, heç yerdə, dünyanın heç yerində, məsələn, Amerikada bir dəyişiklik vardı, gedib Harvarddan bir tim gətirmə ilə gizgəsən burada bizə layihə ver, yox. Elə biri Obama kimi, biri məsələn, bugünkü
padişah kimin, Trump kimin. Bir dənə bir güzel sözlər deyib, şuarlar verib, özündən bir karakteri var filan var. Nəticədə bu hakimiyyəti gətirə ya gətirməyir də. O, yəni o cəmaətin adı, yəni o ən savaşsız kütlənin də burada rolu vardı ona rəy verməkdə də. Çünki o rəy verməsələr gəlməz ki, yəni siyasi hakimiyyət akademiyadan, ağıldan, intellektdən doğmur. O cəmaətin səsindən doğur. Orada bu ağlabatan proje, yəni elmi proje yox, düzgün proje yox, ağıllı proje yox. Ağlabatan. Yəni nə mənəm? Çünki Harvardın bir dənə araşdırması var. Deyir, əyəm eyni halda 3% yarım ahalidən, əyəm əyəkdə olsa, meydanda olsa, küçə bazarda olsa, müəyyən vaxtda, eyni halda, bu rejim çevrilməyə şansı yüksəkdir. 80'in üzərində bir şans vardı. Araşdırıblar, keçən 450 ayaqlaşmanı keçən illərdə. İndi o 3% yarım ahalini İran inqilabında güya ki 6 ilə 11% deyirlər ki 1979'da olan inqilabda güya bu faizli adam varmış küçə bazarda. O 3% yarımı əldə eləmək üçün lazımdır ki kifayət qədər ahali bir dənə ağlabatan projeye inansın. Bu məsələ, bu önemlidir. Çünki İran inqilabında, İran inqilabının o proje ki var idi, onun adı Kuveyt idi. Yəni nə mənə, sayısız hesabsız dövlətin adam başına qapı-qapı döyüb adama 5-6 bin dolar pul vermək. Bu ağıllı proje deyildi, bəli ağlabatan idi. Çünki cəmaət elə bilirdi ki, mən hesab eləmişəm adam başına ildə, əgər dövlətin heç xərci olmasa, bütün satdığı neftin pulunu cəmaətin cibinə tövsəydi, adam başı ayda edir 45 dolar. Bəli o zaman ki, mən 18 yaşım var idi, inqilab dövründə, onda biz elə bilirdi adama 5-10 min düşək ayda. Yəni təsəvvür bu idi. Mollalar mənbərdə deyirlər də bunu. O ağlabatan idi, ağıllı deyil idi. Bir dənə bir hər götürüb, makine götürsəydi, kalkulator götürsəydi, hesab eləsəydi, gözlədi, belə bir şey yoxdur. Ancaq indi bizim kalkulatorumuz yox idi, ya ağlımıza gəlmədi onu istifadə ilə, inandıq ona. Bu məsələ indi də fərq eləməz. Eləyə bilər illüziyola, eləyə bilər, ancaq ağlabatan olmaz. Bugünkü nəslin inanmalıdır ona. Ona görə o siyasi projelər, o da bizə də önəmlidir. Biz də o proje ki, istiyoruz araya qoyaq, rəqabətlərdə iştirak eləyək. Orada da bizimki ağlabatan olmalıdır. Biz onu deməliyik ki, bu nə cürdür. Bir dənə bu beynabeyni şəxsiyyətlər mən yazmışam. Yəni o şəxsiyyətlər ki, həm biz inanıyoruz, bunların rolu vardı, kilit rolu vardı. Həm biz inanıyoruz, həm İranda o mainstream ona inanır. Bəli, məsələn, Mahir Şərif Mədali məsələn mənim nəzərimə onlardan biridir. Meysan Badamçı onlardan biridir. 5-6 nəfər də vardı indi. Onlar daha kontroversiyeldir. O desəm laf daha olar. Bəli, vardı bir şey adamlar ki, həm yarımçıq bizdən də ölər, bəli bizdə danmayırlar. Bizdə dinləməyə qulaqları vardı, bizdə eşitməyə qulaqları vardı ki, hazırlar bizi eşitsinlər. Bu bir də ki, o beynabeyni fikirlər, interseksiyonal fikirlər, məsələn, bir serisi təsəvvürlərini bayaqları Ömər xanım burada işarələdi, xanımların məsələlərinə, gənclərin məsələsi vardı. Məsələn, ölkənin inkişaf məsələsi vardı. İndi bu tosiya məsələsi vardı. Bunların hamısı bir seri üçün həvəsindəki bir dəfə inqilab eləmək olmaz. Sən bir dəfə ki, elə bir dəyişiklik yaradıysan, bunların hamısı əlli olmalıdır. Molla gəlmişsən, bu kəbini elə bütün qızların kəbrini kəsməlidir, bütün elə bu nikahları həll eləməlidir. Yoxsa sən deyirsən ki, bir dəfə həll eləyək demokrasiya, bir dəfə də həll eləyək mühitizistə, ekolojiya, bir dəfə də inqilab eləyək qadınların haqqı, belə bir şey yoxdur. Ona görə o, biz yürətdiyimiz fikirdə o rəqabətləri tutmaq üçün, o lazımdır, interseksiyonal olsun, yəni bu müxtəlif sahələri əhatə eləsin. Bir dənə də siyasi əməli müstəvidə bloklaşma gedir və bu da çox mühüm məsələdir. Çünki o bloklaşma, yəni siyasi nəzəri baxımdan dediyim, siyasi əməli baxımdan bloklaşmadır. Onu təxmini siz bilirsiniz, onu mən atlarıyam üstünə. Bir dənə çox daha önəmli məsələ var ki, onu mən şübhəliyəm ki, ona qədər siz fikirləşirsiniz. O da budur ki, oyun oynayırsan, oyunu elə bir yaxşı oynayırsan, elə bir pis oynayırsan. Qol vurmasını unutmayacaqsan. Gəl qol vurasan oyunun sonunda. Dünyanın ən yaxşı oyununu oyna. Nə bilim, şəhid ver, nə bilim, həzinə verir, neysə elə. Vəli qol vurması o necə? Qol vurması unutmayıbsan. Ona görə biz də bu məsələni fərq eləməz nə qədər mübarizə olub, olmayıbdır. Əyəm axırda qol vurması, qol vurma nə mənədir? Elə həm o siyasi nəzəri müstəvidə biz utmalıyıq, o rəqabətlərdə bir ağlabatan bir projemiz olmalıdır ki, həm öz adamlarımız qəbul etsin, onun arxasına toplansın, həm də qarşı tərəf onu yoxlaya bilməsin. Eyni halda aşağıda da, siyasi əməli müstəvidə də bloklaşmalarda özümüzə bir yer tapaq və onun əsasında eləyə bilər ki,
bizə yaxın adamlarla gücləşək və can. Bu günləri İranda əsas bloklaşma o fay hattı Türklər demişlər. O Cumhuriyyətlə tərəflərin arasındadır. Əsas bloklaşma oradadır. Bizim də təbii yerimiz məsəl üçün Cumhuriyyət alternatividir. Əgər etiraz olan olmasa. Ona görə biz ilk növbədə orada yerimizi bərkitməliyik və o birisi tərəfin oyununu pozmalıyıq, səltənət alternativinin. Onda mən bir miqdar özümüzün güclü olmağımıza deyim, bax, bu 3 dənə hərəkət ki var idi, bu mühümdür, bəyək mən buna işarələdim. Həm 2005-də seçkilərdə blok kimi Azərbaycanlılar Möhsün Mehrəlizadəyə səs verməkləri, həm 2009-da Yaşıl Hərəkatda topyekun Azərbaycanlılar orada öz qeybətləri ilə xodnumayə eləməkləri, yəni orada qatılmamaqları və üçüncü Pezeşkiyan səs verməsində. Bu görsədir ki, bu barədə, bu üçüncü, bunların hərəsinin barəsində dəqiq rəqəmlər vardı. BBC-nin hətta saytında o birinci 2005 seçkilərlə bağlı xəritə vardı. Yəni biz bu günləri ola bilər ki, bilirsiniz, ola bilərdi ki, məsələn, bu günləri Güney Azərbaycanda, İran türklərinin içində haradasa, məsələn, 2 milyon öz haqlarını istəyir. Bəli, toplum olaraq o 2 milyon, məsələn, o 30 milyonun içində itey batı, 30 milyon Azərbaycan türkləri verəndə 30 milyon farsının arasında elə təxmini yeni şey çıxır. Çünki o 2 milyon, düzdür 2 milyondur. Bəli, ancaq biz bax görürük, yox, fəqət o 2 milyondur. Fəqət traktorun maçında bir 50 min, 100 min yığışanlar deyir ya, 2006-da ayaqlaşmalar, o karikatür məsələsində Tuman bəy şəhərlədi. Orada məsələn o yığılan 26 şəhərdə bir həftə nümayişə çıxan, etiraz edən kütlə deyir. Eyni halda bunlar hamısı da bir yerdə yığışıb səs verəndə bu İsfahan kimin, Kirman kimin, Simnan kimin, Cənubi Xorasan kimin, Yəzd kimin səs vermir. Bir ayrı cür səs verir. Bu da bizim əlimizi açıq qoyur. Deməli biz hələ o Həzmi Rabeydən keçməmişik, asimilə olmamışıq bir kütlə kimi bütün İranda. Bu məsələdir. Bir ayrı məsələ ki vardı, o əvvəldə mən işarə elədim, o qalan saniyələrimdən ona demək istifadə edeyim. Orada bundan ibarətdir ki, bizim bu İran məsələsidir. Bəyək mən dedim, İran dağıla bilər, dağıla bilər. Ayə Quran deyir, çox ölkələr dağılıbdır, heçkəsində ağlına gəlməz ki, bunlar dağılsınlar. Bəyək orada mən siyasını gətirmişdim, böyük imperiyalar dağılıbdır, İranları, Rum imperiyası dağılıb, İrana var ki. Ancaq ona biz heç də eləyənmərik ki, o bir ayrı məsələdir. O gəlsə, o günü o məsələ. Yəni onun qabaq, bu günləri Azərbaycan Cumhuriyyəti 2 dəfə müstəqil oldu, 2 dənə 3 respublika düzəldi. Birinci, ikinci işğal nəticəsində, birinci ilə ikisində müstəqil olubdur. 27 may 1918-də Tiflisdə Azərbaycan heyəti ki vardı, Qafqaz Seymindən Azərbaycan nümayəndələri təşkil edir. Bunlar danışırdılar ki, ermənilər çıxandan sonra Gürcülərə təklif edirlər ki, gəlin də ikimiz bir dənə Seymi Qafqazın yerinə Gürcü Azərbaycan birliyi elə Seymi davam eləsin, bu ermənilər çıxsınlar. Yəni şübhə var idi. İkinci istiqlal 1991-də idi. Ondan qabaq, əsas onu yaradan bir dənə kudütə idi da, ona Azərbaycanda Putça deyilər. O Putçadan 2-3 gün qabaq mən Bakıda idim, Xalq Cəbhəsinin qurultaylı operanın binasında. Bunu mən demişəm, çünki özüm tarix şahidən bunu o qədər fikirləməm ki, hamı bilsin bunu. Bütün Sovyetdən gəlmişlər. Danışılan böyük əksəriyyəti Rus dilində gedəydi. Hansı ki, Azərbaycan müstəqil olandan sonra da Azadlıq qəzetini böyük qisməti Rusca gedəydi. Bütün Xalq Cəbhəsinin öz iqtidarı dövründə də. Həmin dövrdə, həmin salonda orada bütün çıxış edənlər, Azərbaycanlılar daxil, Xalq Cəbhəsinin nümayəndələri daxil, bütün Pribaltikadan bir dənə şey dedilər. Demokratik Sovyet quruluşu. Yəni istiqlala 2 gün qalan, işte bu Kudütüya da, Putçuya 2 gün qalan istiqlal söhbəti yoxdur. Olan 3-cü Cumhuriyyət, 2 Cumhuriyyət yaşanmışlar. Bir dənə müstəqil Cumhuriyyət, bir dənə Sovet tərkibində, Sovet Respublikası. Ancaq bununla belə dilləri var, akademiyaları var, bütün Xarici İşlər Naziri və Müdafiə Naziri, yox qalan nazirlərin hamısı var. Moskvada Postpress da var. Oradan belə, bunlar müstəqillərdən danışmırdılar. İndi bizim ki bu sabiqəmiz yoxmuş, dediyim, yəni Azərbaycan Cumhuriyyətinin olduğu qabaqları hələ heç 1918-dən sonraki sabiqəsi yox idi, istilal qabağı. Heç bir saat bizim Milli Hökumət xarici öz dilimizdə məktəbimiz olmayıbdır və s. Və eyzən o məsələ ki, böyük problemdir, sərhədlərimiz məlumdur. Nəinki Kürdlərlə
qonşu olduğumuz bölgələrdə, bəlkə heç başqa bölgələrdə də bizim heç yerdə indiyalan bir hansısa bir coğrafi sərhədimiz yoxdur. Hətta sayımız bəllidir ki, neçə milyon olduğumuz bəllidir. Başqa tərəfdən də söhbətimin əvvəlində mən işarə elədiyim kimi, bu məsələ bir force majordur, qeyri-adi bir şəraitdir. Mümkün yaranmaya və ondan qabaq onun haqqında danışmaq, onun haqqında arzu eləmək, dua oxumaq, ümid eləmək dəyməz. Eyni halda mən işarə elədiyim kimi, həm siyasi nəzəri müstəvidə, həm siyasi əməli müstəvidə rəqabət gedir. İndi biz əgər siyasi nəzəri müstəvidə bu projelər rəqabətində bir dənə elə bir proje hazırlaya bilməsək ki, bu proje həm bizim öz mənafeyimizi, istədiyimizi təmin eləyə, həm eləyə bilə qarşı tərəfə qabil qəbul ola, qabil həzm ola və qarşı tərəflərə və həm də öz millətimiz buna inana, dediyim kimi bir ağla sığan proje kimi görsənə, millətimiz bunun arxasında dura və gələcəkdə də bu etibarla bizim gələcəyimiz, müqəddəratımız müəyyən olanda, gələcək İran formalaşanda orada da buna istinadən biz eləyə bilər, göstəriklərimizdən difə eləyək. Bunun üçün bir dənə ağıllı proje lazımdır. Ki, dediyim kimi, eyni halda da ağla batan olsun. Bu bir məsələ. Dediyim kimi, siyasi əməli müstəvidə də bloklaşmaq formasında rəqabət gedir. Kim kiminlə müttəhid olur, kim kimi içinə alır, kim kimi dışlayır, kim kimi müxalif tərif edir və s. və s. Buna görə də təbii, bizim üçün təbii hesab olunan, digərlərini olmaya bilər, Cumhuriyyətlə səltənət bloklaşmasıdır. Bizim təbii yerimiz Cumhuriyyət blokunun içindədir. Ora biz daxil olmaq üçün güclü, maksimum Azərbaycanlı siyasi qüvvələri, maksimum ağlabatan bir siyasi proje ilə ki, Azərbaycan əhalisi, İran türkləri də onu dəstəkləyə bilsinlər, eləyə bilirik, daxil olaq. Yəni, həm siyasi nəzərim baxımından bir dənə ağlabatan projemiz ola, həm də özümüz Azərbaycanlı siyasi qüvvələrin bir bloku ola ki, o blokla bahəm Cumhuriyyət blokuna daxil ola bilək. Əks təqdirdə bildiyiniz kimi əlan səltənət və Cumhuriyyət blokları qarşı-qarşıya durublar. İkisi də rəqabətdədirlər və əgər biz Cumhuriyyətin xeyrinə müdaxilə eləməsək, dayanıb kənardan baxsaq, əmələn biz səltənətin güclənməyinə kömək eləmişik. Elə buradan da baxsaq, həm Azərbaycanlı siyasi qüvvələrin bir yerə yığışmaqları, bir blok olmaqları üçün, həm onların bir dənə ağlabatan proje araya qoymağı üçün və həm həman projəni cəmaati, yəni İranda yaşayan Azərbaycanlı və qeyri-Azərbaycanlı türklərin müdafiə eləməsi üçün və onların o projenin arxasında konsolidə olmağı üçün bu proje həqiqətən bir dənə düşünülmüş proje olmalıdır. İfratdan uzaq və bizim mənafeyimizi təmin eləyə bilən. Ki, sadəcə Azərbaycanlı qüvvələrin bir-biri ilə yoxunlaşmağını yox, ha belə Cumhuriyyət blokuna daxil olmağı da mümkün eləyən və eyni halda Azərbaycan və qeyri-Azərbaycan türkləri tərəfindən İran çərçivəsində qəbul görən və himayə olunan proje. İranın dağılmağı və oradan Güney Azərbaycan Cumhuriyyətinin yaranmağı alternativinin üstündə hesab eləyən, ona ümid bağlayan, onu özünə proqram kimi tərif eləyən, çox təbii ki, onun verə bildiyi layihə o birisi qüvvələrin tərəfindən qəbul görə bilməz və bu belə bir layihə ilə Cumhuriyyətçi bloka və heç hansı bir bloka daxil olmaq olmaz və bu ki, bizim millətimiz İranın Azərbaycan və qeyri-Azərbaycan türkləri belə bir layihəni dəstəkləyir yoxsa yox, mən onu işarə elədim. Bizim keçən 35 ilin təcrübəsi göstərir ki, Azərbaycanın türkləri və İranın qeyri-Azərbaycan türkləri onlar belə bir şey haqda, böyle bir haqda bir ifadə səsləndirməyiblər ki, biz onu eləyə bilərək, istinad eləyək. Belə bir qüvvə məhkumdur, yalnız qala o dediyim uşaq kimi əvəzin ki, özü öz əli ilə gələcəyini inşa eləyə, bir sıra ümidlərlə yaşaya və ümidvar ola ki, bunun o xəyal etdiyi, arzu etdiyi, ümid etdiyi senaryolar gerçəkləşsin.
Belə bir siyasi qüvvə təbii ki, özünü oyunçu kimi yox, tamaşaçı kimi tərif eləyək və Tayyidli Aysanəvi qalaya qıraqda ümid eləyək ki, o arzu elədiyi senaryo mühəqqəq olacaq. Çünki konkret siyasət meydanında belə bir qüvvə bir iş görənməz, kəman ki, bu qüvvələr büyünə kimində bu sahədə nə bir platformları vardı, nə o xəyal etdikləri, elan etdikləri, istədikləri Güney Azərbaycan Cumhuriyyətinin onun nə sınırlarını bələndiriblər, nə deyiblər ki, o neçə kvadrat kilometr olacaq, bu günlər nə qədər orada əhali yaşayır və bugünkü İranın iqtisadiyyatından həmin Azərbaycan ərazisinin orada yaşayan əhalinin payına qədərdir. Ümumiyyətlə bu sahədə biz bir proje, bir layihə görməmişik. Əsasən belə proje layihədə ola ki, İrandan ayrılmaq üçün təbiidir ki, o layihə ilə, o proje ilə heç bir nə bloka qoşulmaq olar və İran siyasətində də müdaxilə eləmək olmaz və o elə bir siyasi qüvvə oturub gözləməlidir. Halbuki mən dediyim keyfiyyətlə, yəni uyğun, ağlabatan bir proje ilə əvvəlcə Azərbaycan siyasi qüvvələrinin maksimum miqdarı, sayısı bir konsolidə olmaq şərti ilə eləyə bilərlər bir İranda Cumhuriyyətçi bloka daxil olsunlar, orada mövqe tutsunlar və çalışsınlar ki, həm öz insanlarımızın içində, yəni Azərbaycan və qeyri-Azərbaycan türklərinin içində əfqar-ı ümumi yaratsınlar, bizim projemizi orada təbliğ eləsinlər, başqa tərəfdən də qeyri-türk, qeyri-Azərbaycanlı siyasi qüvvələrlə də tahammüldə olsunlar, alışverişli olsunlar və çalışsınlar ki, Azərbaycanın və İran türklərinin blokunu gücləndirsinlər və lazım gəldikdə, necə ki, keçən İranda prezident seçkilərində şahid olduq, Azərbaycan və qeyri-Azərbaycan İran türkləri eləyə bilsin bir güclü siyasi blok kimi meydana daxil olsun və nəticəyə ciddi təsir qoysun.